Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilərimiz. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bugün sizinlə birlikdə sözün kökü hansı nitq hissəsidir? Söz hansı nitq hissəsindən yaranıb? Sözün özü hansı nitq hissəsidir? Bu suallara cavab tapacağıq. Bu anlayışları bir-birindən necə fərqləndirməliyik? Bu suallar bizə verilərsə nələrə diqqət eləməliyik? Bu kimi sualların cavabını bu videoda alacaqsınız. İndi isə keçdik mövzumuzun izahına. Gəlin bir söz yazaq və həmin söz üzərində izahımızı verək. Məsələn, su, suz, luqdan. Belə bir söz yazdım və belə bir sual verirəm. Sözün kökü hansı nitq hissəsidir? Sözün kökü hansı nitq hissəsidir? Əvvəlcə gəlin köklü şəkilçiyə ayıraq. Su sözün kökü, susuz, suz birinci leksik şəkilçimiz, luq ikinci leksik şəkilçimiz, dan isə ismin çıxışlı hal şəkilçisi qrammatik şəkilçimiz. Sözün başlanğıc formasını təyin edirik. Biz bilirik ki, sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissədir. Yəni burada dandır da qrammatik. Deməli dana qədər olan hissədir. Yəni susuzluq sözü sözümüzün başlanğıc forması olacaqdır. Sözün kökü aydın məsələdir. Kök necə işarə olunur? Kök bu cür işarə olunur. Bu sözün kökü su sözüdür. Baxın, sözün kökü hansı nitq hissəsidir? Su, isim. Çünki su nə sualına cavab verir axı? Nə su? Deyirəm ki, ekran oradan görürsünüz. Aha. Nə su? Bəs desək ki, söz hansı nitq hissəsindən yaranıb? Söz hansı nitq hissəsindən yaranıb. Sözün hansı nitq hissəsindən yarandığını bilməyimiz üçün sözün sonuncu leksik şəkilçisini, yəni lığı, bəs qırmızıya çevirmək istəmişdim. Lığı atırıq sonuncu leksik şəkilçini. Sonuncu şəkilçi demirəm, dana atmırıq, sonuncu leksik şəkilçini lığı atırıq. Yerdə nə qalır? Susuz. Susuz sözünə sual verirəm. Necə? Necə sual oldu? Baxın, yazıram burada. Su, suz, necə? Susuz hansı nitq hissəsi olacaq? Necə sualına cavab versə sifət olacaq da. Deməli, söz hansı nitq hissəsindən yaranıb? Sifət. Bir daha deyirəm. Sözün kökü asandır. Su sözü sözümüzün kökü oldu. Yarandığı nitq hissəsini soruşursa, hansı nitq hissəsindən yaranıb deyə sual verirsə, bu zaman sonuncu leksik şəkilçimizi atırıq və yerdə qalana baxırıq. Susuz sözünə baxdıq. Necə? Susuz. Nəcür? Susuz. Necə, nəcür suallarda sifətin sualıdır. Deməli, söz hansı nitq hissəsindən yaranmış? Susuz sifətindən yaranıbmış. Bəs belə bir sual versə, söz özü hansı nitq hissəsidir? Söz hansı nitq hissəsidir? Bu zaman sözün başlanğıc formasına baxırıq. Başlanğıca qayıdaq. Yəni bu dəfə də fərqli bir rənglə narıncı. Başlanğıc buydu da, düzdürmü? Susuzluq. Susuzluq sözü hansı suala cavab verir? Su, suzluq, nə? Nə sualına cavab verən sözümüz də isim olur. Bu qədər. Yəni, bu qədər rahat bir qaydaydı. Sözün kökü su oldu. Yarandığı nitq hissəsi. Sonuncu leksik üstünü bağlayıram. Yerdə nə qalır? Susuz qalır. Susuz necə sifət oldu? Sözün özü hansı nitq hissəsidir deyə sorursa, başlanğıca baxıram. Başlanğıc forma. Mən yazıram, qələm sonra yazılır. Belə nə olur? Başlanğıc formaya diqqət eləyirik. Gəlin, başqa bir söz verək, söz yazaq. Çoxdankılar məsəl üçün. Siz videonu burada dayandırın, özünüz sözün kökünün hansı nitq hissəsi olduğunu, sözün özü hansı nitq hissəsidir,
söz hansı nitq hissəsindən yaranıb? Bu 3 suala cavab tapın. Sonra videonu yenidən açın və izahlara baxın. Gəlin rəngimizi dəyişək, eləyək. Sarı. Görək sarı necə görsənəcək. Çox sözün kökü. Çoxdan leksik, çoxdankı leksiklar isə qrammatik şəkilçimiz oldu, cəm şəkilçisi. İndi birinci sualımız belə idi. Birinci sualımız sözün kökü hansı nitq hissəsidir? Sözün kökü çoxdur da, düzdürmü? Çox. Nə qədər? Say oldu. İkinci sualımız söz hansı nitq hissəsindən yaranıb, düzdürmü? Hansı nitq hissəsində yarandığını bilmək üçün nə edirdim? Axırıncı leksika atırdım, çoxdan sözü qalır. Çoxdan. Bu hadisə çoxdan baş verir. Nə zaman baş verib? Zaman zərf olur da. Zərf. Üçüncü sualımız isə belə olur ki, söz özü hansı nitq hissəsinə aiddir? Bu zaman başlanğıc formaya baxıram. Yəni ki, qrammatik şəkilçiyə qədər olan hissəyə çoxdankı hadisə, hansı hadisə? Sifət. Birdən çaşarsınız. Sonuncu sualımızda, yəni sözün başlanğıc formasına baxmazsa, sözün hansı nitq hissəsinə aid olduğunu bilmək üçün. Səhv edib sözün özünə baxarsınız bu tövr sözə. Deyirsiniz ki, çoxdankılar. Nə çoxdankılar? Nələr çoxdankılar? Vəssalamda isimdir də, ismin sualına cavab verdi. İsim yazarsınız, o yanlışdır. Qrammatik şəkilçi sözün hansı nitq hissəsinə aid olduğunu təyin edə bilməz. Yəni, qrammatik şəkilçi ilə deyə bilmərik ki, məsələn, gözəllər sözü kim, gözəllər isimdir. Gözəllər sifətdir. Çünki sözün başlanğıcına baxmalıyıq, sözün hansı nitq hissəsinə aid olduğunu bilmək üçün. Çünki bu ismin şəkilçidir, digər nitq hissələrində qoşula bilir də. Yəni, sifətdir, isimləşə bilir və yaxud da eyni şey isimdə də var. İsimdə sifətləşməsi var. Yəni, bunları qarışdırmamaq üçün diqqətli olun. Sözün özü hansı nitq hissəsi deyəndə bütöv sözü sual verib tapmırıq. Sözün başlanğıcına, yəni bu hissəyə. Çoxdan ki, buna baxırıq. Aydındır? Ümid edirəm ki, aydındır. Əgər video faydalı oldusa, yeni bir şey öyrəndinizsə, rəy yazmağı unutmayın, kanalımıza abunə olun, videonu bəyənin və dostlarınızla bölüşün. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.